Salam əziz abituriyentlər və dəyərli müəllimlər. Təhsil Institutunun bizə təqdim etdiyi çərçivə sənədinə əsasən Səməd Vurğunun Vaqif əsərinin tam versiyası ilə tanış oluruq. Vaqif əsəri 5 pərdəli 11 şəkilli mənzum dramdır. Mənzum dram, yəni nəzmlə yazılmış drama mənzum dram deyilir. Əsərdə iştirak edən obrazlar remarka formasında əsərin əvvəlində verilmişdir. Əsərdə biz 18-ci əsrin məşhur Azərbaycan şairi Vaqif, İran hökmdarı Ağa Məhəmməd Şah Qacar, Vidadi Vaqifin dostudur. İbrahim xan Qarabağın xanıdır. Eldar xanlıq zülmü və Qacar basqını əleyhinə üsyan qaldırmış kəndlərin başçısıdır. Kürd Musa və Arşaq Eldarın dəstəsindəndir. Xuraman Vaqifin həyat yoldaşıdır. Əli bəy Vaqifin oğludur. Gülnar Əli bəyin sevgilisidir. Əminə Gülnarın anası. Tükəzban Vidadinin həyat yoldaşıdır. Qacarın vəzir obrazında bu şəkildə təqdim olunur əsərdə. İbrahim xanın Təlxəy adı altında. Şaliko Tamara kiçik gürcü Qacar tərəfindən əsir alınmış gürcülərdir. Şeyxalı Qarabağın şeyxidir. İlyas Eldarın dəstəsinə girmiş casusdur. Sərkərdə Qacar qoşunlarının sərkərdəsidir. Zülfüqar Teymur Qacarın əleyhdarlarındandır. Əhməd kişi, Qurban kişi kəndlilərdir. Qasım, Murad çobanlardır. Bundan başqa əsərdə kəndlilər, qaçaqlar, əskərlər, elçilər və s. iştirak edir. Deməli, diqqətli oluruq. Birinci pərdə, birinci şəkil. 18-ci əsr Azərbaycan Qazax mahalı Vidadinin evi. Arxa tərəfdə Kür çayı şırıl-şırıl axır. Qürub zamanıdır. Vidadi tək ağac altında namaz qılır. Namazın arasında əllərini göyə qaldırıb titrək və təsirli bir səslə. Vidadi. Xudaya, insanın halı yamandır. Nələr çəkdiyimiz sənə əyandır. Mənası varmıdır min təriqətin? Aç qapısını sən həqiqətin. Nə olur bir yeni işıq ver bizə, bizim kör yaranmış gözlərimizə. Bəlkə də yaxşını seçək yamandan, ta ki qansız keçən bir güzərandan. Biz də ilham alaq sevinək barı, işıqlat bu dipsiz qaranlıqları. Yazıqdır dünyanın əşrəfi insan, böyüksən, adilsən, keç günahından. Qoyma ki, yerlərdə sürünsün bəşər, dünyada qalmasın nə pislik, nə şər. Yaxşılıq insana bir sənət olsun, dünya başdan başa bir cənnət olsun. Deməli, bu ifadəni yadımızda saxlayırıq. Yaxşılıq insana bir sənət olsun, dünya başdan başa bir cənnət olsun. Bu ifadə aiddir Vidadiyə. Biz burada əsərin əvvəlində Vidadinin Tanrıya müraciətini görürük. Vidadinin bu monoloqu sanki Allaha müraciəti sanki biz bənzədirik bunu Hüseyn Cavidin İblis əsərində Arifin Tanrıya müraciətində. Təxminən eyni məzmundur. Burada Vidadi Tanrıdan insanların vəziyyətinin, güzəranın pis olmasından danışır və bildirir ki, dünyanın əşrəfi sayılan insan yazıqdır. Onların günahından keç. Qoyma ki, bəşər sürünsün. Tükəzban, yenə namaz üstə şiir deyirsən, Vidadi, sən də təzə-təzə qəlbə dəyirsən. Yox, Vidadi can, bağışla məni, könüldən sevirəm hər bir kəlməni. 30 il gördüyüm bu yoxsul ocaq, bir qonaq görməmiş bu səssiz bucaq. Sənin ayaqların dəydiyi zaman mənə cənnət kimi görünür inan. Deməli, Vidadi ilə Tükəzban neçə ildir evlidir? 30 il. Vidadi. Gəl yaxın otur, vəfalı qarım. Səndə yuva salmış ilk arzularım. Dünyanın dərdini, qəmini hər an mənə bir baxışla unutdurursan. Deməli, Vidadi öz həyat yoldaşını vəfalı qarım adlandırır. Amma irəli
dönəmlərdə ki, biz əsəri oxuyacağıq. Orada Vaqif Xüramana vəfalı yarım dedikdə bunu isterik bir vəziyyətdə, yəni kinayə ilə bildirir. Amma Vidadi vəfalı qarım dedikdə bunu həqiqi mənada bildirir. Tükezban, bizə çox görməsin yaradan bunu, mən sənə borcluyam ömrüm uzunu. Vidadi. Tükezban, azaldı gəlib gedənlər, Vaqifdən gəlməyir təzə bir xəbər. Of, o Qarabağa köçəndən bəri, gödəlir ömrümün bu son günləri. Onsuz günü gündən çoxalır qəmim. Oydu bu yerlərdə könül həmdəmim. Deməli, Vidadinin bu nitqində biz nə müşahidə eləyirik? Tükezbanla, yəni həyat yoldaşı ilə dərdləşir və bildirir ki, artıq dostu Vaqifdən təzə xəbər ala bilmir. Hətta gəlib gedənlər azalıb. Əvvəlki nəzərən gəlib gedənlər azalıb. Bu səbəbdən də artıq mən dostum Vaqifdən xəbər bilmirəm. Və mənim könül həmdəmim, yəni dostum, sirdaşım da Vaqif idi. Tükezban. Vidadi, darıxma bir məsəl var, bir yandan bağlayan, bir yandan açar. Deməli, biz burada nəyi müşahidə elədik? Əsərin daxilində məsəl işlənməsini ki, bir yandan bağlayan, bir yandan açar. Qapı döyülür. 2 nəfər elçi gəlir. Birinci elçi. Sizsiniz Vidadi şair. Vidadi. Bəli, qulluğunuz bəndəyə dair. Birinci elçi. Gəncədən gəlmişik, qonağıq sizə. Demə, hardan gəliblər? Gəncədən. Tükezban. Bizim yoxsul olan bu evimizə siz xoş gəlmisiniz. Vidadi. Gəlin qardaşlar, Allah qonağının öz qisməti var. Elçilər əyləşirlər, Tükezban qarı avtobanı sacayağının üstünə qoyub çay hazırlayır. Vidadi. Yaxşı, hardansınız, kimlərdənsiniz? Birinci elçi. Şair, Cavad xanın adamıyıq biz. Xoş xəbər gətirib gəlmişik sizə. Vidadi. Vaqifdən. Deməli, gələn elçilər Gəncə xana Cavad xanlandı. Onun əmri ilə gəliblər, amma Vidadi öz dostu Vaqifdən o qədər narahatdır ki, hər gələn xəbəri elə zənn eləyir ki, bu dostu Vaqifdir, Vaqifdəndir. Bu səbəbdən də elçilər xoş xəbər dedikdə Vidadi elə zənn eləyir ki, dostundan xəbər gətiriblər və çox sevinir. Birinci elçi. Yox, Vaqif Qarabağdadır. Siz ki bilirsiniz, o uzaqdadır. Deməli, Vaqif hardadır? Qarabağda. Vidadi, bəli uzaqdadır, həsrəti çoxdur, ancaq sədaqətin mənzili yoxdur. Yaxşı, bir danışın, buyurun görək. Birinci elçi. Yoxdur bu torpaqda şair sizin tək. Gözəl sözləriniz düşüb dillərə. Sizi çox görməsin Tanrı ellərə. Vidadi. Yox, yox. Hüsn-i kəlam Vaqifdə vardır. Hər sözü ölməyən bir yadigardır. Belimi sındırıb onun həsrəti. Deməli, burada elçi poeziyanın ən güclü nümayəndəsi kimi Vidadini göstərir. Amma Vidadi bildirir ki, bu torpağın hüsn-i kəlamı, yəni ən gözəl kəlamları, ən gözəl sözləri məhz Vaqifdədir. Onun hər bir sözü ölməyə yadigardır. Amma mənim belimi onun həsrəti sındırıb. Burada da yenə biz yaxın dost Vidadinin Vaqifdən ötürü darıxdığına şahidi oluruq. Birinci elçi. Bizim xan çox sevir şeiri sənəti. Sizin yanınıza göndərdi bizi. İstəyir saraya gəlməyinizi. Vidadi. Necə? Birinci elçi. Xan deyir ki, Vidadi gəlsin, sarayda yaşasın, burada yüksəlsin. Deməli, Gəncə xana Cavad xan elçilərini Vidadinin yanına göndərib ki, Vidadini öz sarayına dəvət eləsin. Bilirik ki, o dövrdə saraylarda ən güclü şairlər yer alırmış. Cavad xan da bunu istədiyi üçün Vidadini öz sarayına dəvət edir. Lakin bu Vidadinin xoşuna gəlmir. Cavad xan bildirsə də ki, sarayda yaşayıb yüksələcək, görək Vidadi buna nə cavab verir. Deməli, elçi deyir, eviniz hazırdır bir bağ içində, eyvanı yamyaşıl yarpaq içində.
Bilməyəcəksiniz nə dərd, nə zillət, aşıb daşacaqdır sizin üçün dövlət. Sizi vəzirliyə dəvət edir xan. Həm də Vidadini vəzirliyə dəvət edir. Vidadi: Oğul, mən azadam başdan binadan. Bir daha alışmışam bizim çöllərə. Könlümdən ayrılmaz bu dağ, bu dərə. Məndən nə şah olar, nə də xan olar. Gəlsəm də xan özü peşiman olar. Deməli, biz Vidadinin elçilər cavabını görürük ki, burada Vidadi şahın sarayına getmək istəmir. Bildirir ki, mən öz yurduma, elimə, obama bağlıyam. Məndən nə şah, nə xan olar. Gəlsən mən özüm də xanı peşman eləyərəm. Bu şəkildə cavab verir ki, elçiləri də incitməsin. Əsərin irəliləyən dönəmində biz bunu bu şəkildə nitqi təqribən müşahidə eləyəcəyik Əminə xanımın dilindən. İkinci elçi: Canım, bir düşünün, bu səadətdir. Bu tərki dünyalıq yaman adətdir. Qanadlı bir quşdur, fürsət əzəldən, qaçar buraxmayın siz onu əldən. İkinci elçi Cavad xanın Vidadini öz sarayına dəvət etməsini bir fürsət adlandırır və bildirir ki, fürsət özü də qanadlı bir quşdur. Vaxtında onu tuta bilməzsən, o sənin əlindən qaçacaq. Və şahın qəbulunu elçilər səadət adlandırır. Necə ki, Xuşbanın Ataman əsərində Məlikü Dövlə İrana itaəti özü üçün xoşbəxtlik səadət adlandırdığı kimi, burada da elçi Vidadinin Cavad xanın sarayına getmək fikrini, yəni Cavad xanın dəvətini bir xoşbəxtlik kimi qələmə verir. Vidadi: Bir növ başını eləmək məqsədi ilə. Deyin ki, xəstəyəm, yoxdur qüvvətim, yoxdur o əvvəlki sözüm, söhbətim. Bugün sabahlığam, günlər tez keçir, mənim də karvanım yığışıb köçür. Vidadi burada bir növ o elçilər başından eləmək məqsədi ilə bildirir ki, artıq mən qocalmışam, karvanım artıq yığışıb köçür, məndən Cavad xana bir ümid yoxdur. İkinci elçi: Demək, baş tutmadı xanın arzusu. Sizdən gözlənilməz bir cavabdır bu. Canım, bu ac evdən nə tahmısan sən? Niyə buraxırsan kefi əlindən? Vidadi: Burada olması da saray havası, istidir hər quşun doğma yuvası. Kasıb kömacığım özümə yetər, burada yazılmışdır yüzlərlə əsər. Bu şəkildə nitq biz Əminə obrazında da görəcəyik. Birinci elçi: Bəxtinizdən küsün. Vidadi: Yox, yox, mən şadam. Burada hər qayğıdan, dərddən azadam. İkinci elçi: Gəl gedək, bu ki dəlidir. Birinci elçi: Gəl gedək, doğrudan bu gülməlidir. Vidadi: Qalın gecələyin, evimiz vardır. Deməli, burada elçilərin xarakterində müşahidə edirik ki, Vidadi Cavad xanın dəvətini qəbul etmədiyinə görə hətta onu dəli adlandırırlar. Fikirləşirlər ki, belə bir fürsətə əldən vermək yalnız dəli ola bilər. Birinci elçi rişxəndlə: Sizə darlıq olar, daxmanız dardır. Vidadi isə cavabında nə deyir? Ürək geniş olsun. Birinci elçi: Gözünüz görsə də odlar, alovlar, sizə şirin gəlir xəyal plovlar. İkinci elçi: Dil salamat qalın, elçilər gedirlər. Vidadi: Gedin, yanılmışdır sizi göndərən. Başqa bir aləmin qonağıyam mən. Bu fani dünyanın kefi ləzzəti axırda yaradır könül möhnəti. Gedin, aldatmaz məni saraylar. Burada həmdəmimdir ulduzlar aylar. Burada gecələrin qərib səsi var. Könlümün incə bir kəmənçəsi var. Ona toxunmasın o soyuq əllər. Mənim sarayımdır yüksək əməllər. Vidadi bildirir ki, etdiyi yüksək əməllər onun sarayıdır. Onun dostu ulduzlar və aylardır. Və bildirir ki, bu fani dünyanın kefi ləzzəti sonda bir dərd yaradacaq. Tükezban: Vidadi, nə dedin? Lap ürəyimdən, ömür sürməmisən qoltuqlarda sən. Belə cavab verən dilin var olsun, yurdunu atana dünyadar olsun. Biz burada nəyi müşahidə edirik? Müşahidə edirik ki, Vidadinin həyat yoldaşı Tükezban xanım da məhz Vidadi kimi
düşünür. Amma Xuramanla Vaqifin söhbətində isə müşahidə edəcək ki, Xuraman Vaqifi dəstəkləmir. Kəzban isə Vidadiyə bildirir ki, sən heç vaxtı qoltuqlarda yaşamamısan. Yurdunu atan insana qoy, dünya dar olsun. Vidadi, Kəzban, o saray qan ocağıdır. Deməli, saray nə adlandırır Vidadi? Qan ocağı. Onun hər vüsalı hicran dağıdır. Bir düşün Vaqifi, daima gülən, daima şadlanan o böyük hünər bəzən taleyinə şikayət yazır. Səbəb saraylardır. Yəni, Vaqifin şikayət yazmağının səbəbi, taleyinə şikayətlənməyin səbəbi məhz nədir? Saraylardır. Arxadan səs gəlir Vaqif. Ayev yəsi, Kəzban. Aman, bu olmasın Vaqifin səsi. Vidadi, deyəsən özüdür. Bir nəfər kəndi tələsi içəri girir, kəndli. Vidadi, Vidadi, gözlərin aydın. Vaqif qonaq gəlir. Vaqif bir bölük kəndi ilə daxil olur. Vidadi Vaqifi görən kimi özünü onun üstündən salır, qocaqlaşıb öpüşürlər. Vidadi, canım ciyərim, yolunu gözləyən zəif gözlərim, artıq işıqlandı nə yaxşı ol sən, vəfasız deyildin sən ki əzəldən. Yəni, burada bir növ Vidadi Vaqifdən narazılıq edir ki, axı sən əzəldən vəfasız deyildin, niyə? Səndən xəbər yoxdur bu vaxta qədər. Əyləşirlər Vaqif. Günah mənimkidir, əf elə ustad. Sənsiz olmamışdır bir könül şad. Yuxumda görmüşəm səni gecələr, sənsiz gülməmişdir ruhuma səhər. Yəni, Vaqif Vidadini özünün ustadı adlandırır. Kəzban. Yaxşı, ay utanmaz, birdə yadından çıxdı bir dəfəlik Tükəzban xalan. Vaqif Tükəzbanın boynundan qucaqlayaraq. Yox, yox, sən anadan artıq zamana, həyatım olduqca borcluyam sana. Vidadi. Yaxşı, nə var, nə yox, kefin necədir? Vaqif. Bu dünya doğrudan bir məlcədir. Qapıya qoymuram can möhnətini. İçirəm dünyanın hər şərbətini. Gündüzlər oxşayır məni saraylar, gecələr sirdaşım ulduzlar aylar. Hər gülün rəngində bir canlı sənət, nə qədər təmizdir, safdır təbiət. Mənim də oylağım dağdır, dərədir, könlüm gözəlliyə bir pəncərədir. Dünyanın sirrini görürəm oradan, bir parça sümükdür sevdasız insan. Deməli, biz burada nəyi görürük? Vaqif də Vidadi kimi öz sirdaşı həmdəmini nəyi görür? Məhz ulduzları, ayları görür. Və bildirir ki, gündüzlər məni saraylar oxşasa da, gecələr dostum, sirdaşım nədir? Ulduzlar, aylardır. Və mən dünyanın sirrini, könlüm gözəlliyə pəncərə də dünyanın sirrini də oradan görürəm. Yəni, könlümdən müşahidə edirəm. Vidadi ərk ilə. Sevda bir dənizdir, göylərdən dərin, asta bax, qaralar birdən gözlərin. Burnun uşaq kimi dəyər daşlara. Bir növ Vidadi Vaqifi burada xəbərdar edir ki, sənin o bildiyin saraylar səni incidə bilər. Gözlədiyin alınmaya bilər və nəticədə sənin gözlərin qaralar, burnun uşaq kimi divara dəyər. Vaqif. Xeyr, mən yoldaşam uçan quşlara. Dünya çox böyükdür, min bir yuvam var. Hələ bu dünya ilə mənim davam var. Hər təzə gülüşdən zövq almalıyam. Ovçu gözlərimdə qalmasın bir kam. Ömür vəfasızdır, bizi tərk edir. Hər ağ gün, qara gün ömürdən gedir. Vidadi. Şair, heç aldanma dünya barına. İnanma dünyanın etibarına. Savab gör hər zaman yaxşılıq elə. Dar gündə Allaha kərimdir söylə. Səni bu dünyada boxsa da möhnət, axırda qismətin olacaq cənnət. Axirət dünyası qalacaq bizə. Biz burada müşahidə edirik ki, Vaqiflə Vidadinin söhbətindən Vaqif nisbətən bu fani dünyanın toruna düşüb, bütün kamını gözəllərdə hiss edir
və dünyadan hər zövqü almaq istədiyini bildirir. Bildirir ki, ömür onsuz da vəfasızdır, bizi tərk eləyəcək. Hər ağ günümüz, qara günümüzdə ömürdən getdiyi üçün, yəni bir növ bildiyimi eləməliyəm. Vida da ona deyir ki, sən bu dünyanın varına aldanma, bu fani dünya səni öz ağuşuna keçirməsin. Hər zaman Allahı öz yaxınında tut və çətin məqamda ona Allah kərimdir denən. Və sən Allahın yolçusu olsan, axırda sənə cənnət qismət olacaq. Görək Vaqif nə deyir? Vaqif, o da bir pərdədir gözlərimizə, canım nə cəhənnəm, nə cənnət vardır. Bunlar da bir cürə uydurmalardır, Vidadi. Yenə şairliyin baş aparır ha, yoxsa ağ olursan böyük Allaha. Vaqif, bilirsən Vidadi, sözün doğrusu, olmaq istəmirəm vicdan oğrusu. Çoxdur bu dünyanın gözəllikləri, bəzən cilvələnən nazlı bir pəri, şahla gözlərini süzdüyü zaman, cənnəti alıram mən bu dünyadan. Qoy nisiyə dalınca şeyxlər yüyürsün, o nisiyə cənnəti qoy onlar görsün. Boş sözdür dünyanı heçdən yaradan, bütün cənnətləri quracaq insan. Biz Vaqifin əvvəlki nitqi ilə sonraki nitqləri müşahidə eləsək, sona doğru Vaqifin bu gözəlliklərin, bu fani dünyanın da vəfasız olduğunu müşahidə etdiyini görəcək, bir növ peşman olacaq və təxminən Vidadinin mövqeyinə yaxınlaşacaq. Amma burada hələ ki o saraylar, o gözəllər, o yaşadığı həyat sürəci bir növ Vaqifi bu fani dünyaya bağlayıb. Ona görə bildirir ki, bizə vəd edilən cənnət nisiyədir, qoy şeyxlər onun dalıcan geçsin. Bütün cənnətləri insan quracaq. Tükəzban gülür. Ha, Vaqif elə uşaqlıqdan da səndə görünürdü bu söz, bu əda, Vidadi. Yaxşı, nə tanımısan o saraylardan? Sən ki zövq alırsan gözəldən yardan, Vaqif. Çoxdur Qarabağda gözəl sənəmlər, baxdıqca kül olur dərdlər ələmlər. Məndən çox uzaqdır hər bəla, hər qəm, yalnız gözəllərdir Məkkəm, Mədinəm. Yəni Vaqif gözəlləri özünü Məkkəsi, Mədinəsi adlandırır. Vidadi, demək gözəllər üçün unuttun bizi, unuttun öz ana beşiyimizi, Vaqif. Mən orada olmasam qan çıxar dizə, quşlar da ağlayar ellərimizə. Xan məndən utanır, çəkinir biraz, mən getsəm qırğının hesabı olmaz. O bəzən hirslənib quduran zaman mənəm zəncirini dartıb saxlayan. Əslində burada artıq biz Vaqifin əsl nitqini, əsl sarayda olma məqsədini başa düşürük ki, Vaqif bildirir ki, əgər mən sarayda olmasam qan dizə çıxar. Quşlar belə elimizin zülmünə, elimizə olan zülmə ağlayar. Yenə xan biraz məndən çəkinir, biraz utanır, qırğınlar eləmir. Əgər mən getsəm qırğının sayı hesabı olmayacaq. Bir növ şahı qudurmuş it adlandırır ki, yəni it adlandırır ki, həmin it quduran zaman heç olmasa mən onun zəncirini tutub saxlayıram. Bir neçə kəndli gəlir, Əhməd kişi. Vaqif, xoş gəlmisən, üzünü görək. Vaqif, sağ ol Əhməd dayı, kefin necədir? Köksünü ötürür Əhməd kişi. Nə var ki, ömrümüz zülmət gecədir. Yenə əllərimiz qabar-qabardır. Nə çuval dibində bir arpa vardır, nə də təknəmizdə quru bir çörək. Burada biz artıq İbrahim xanın zülmündən kəndlərin vəziyyətinin ağırlaşdığını gördük ki, onlar yeməyə bir şey taxmırlar, bildirirlər ki, təknəmizdə nə quru çörək, nə də çuvalın dibində arpa vardır. Bu da xalqın ağır vəziyyətini göstərir. Vaqif, bilirəm o dərdləri mən, Əhməd kişi. Gərək yadındadır rəhmətlik dədən, bükülmüşdü belə. Keçi atmaqdan. Sanki burada Əhməd kişi Vaqifin bir növ keçmişini ona xatırladır ki, indi sən saraylardasan, yadındadırsa sənin atan da keçi atmaqdan beli bükülmüşdü. Vaqif, darıxma, keçər bu dövran. Ağ günün işığı görünər sizə. Hələlik güvənin zəhmətinizə, Qurban kişi. Yaxşı,
Gözümüzün sən işığıydın, bütün məclislərin yaraşığıydın, şeirlər deyərdin gəlinə qıza. Onu da çox gördün axırda bizə. Sanki bir növ kəndlilər də Əhməd kişi və Qurban kişinin simasında Vaqifdən incikliyini bildirirlər. Bildirirlər ki, bu obanın, elin gözü idi. Heç olmasa burada gözəllərə, qızlara şeirlər deyərdi, onların könüllərini şadlandırardı. Vaqif, yox, Qurban əmi, mənə dünyada bu ellər, obalar, gözlər görünür. Gözüm gözünüzdən uzaq olsa da, könüldən könülə yollar görünür. Vaqif bildirir ki, nə qədər sizdən uzaq olsam da, yenə də ürəkdən ürəyə yol var. Qurban kişi, sağ ol, əksik olma, sən yaşa barı. Bu arada qatar-qatar durnalar keçir, onların qığıltısı hər iki şairin diqqətini cəlb edir, vida edir. Tükezban bir tez ol, gətir sazları. Tükezban 2 dənə saz gətirir, Vidadi sazın birini Vaqifə verir. Vidadi, bunu tanıyırsan Vaqif, mənimdir bu saz. Vidadi, ərk ilə, hələ saxlamışam, onu utanmaz. Ondan ayrılmasın sənin hisslərin. Onun tellərində göylərdən dərin bir məna vardır ki, yaşadır izi. Şair eləmişdir hər ikimizi. Vaqif, doğrudur qardaşım, inan ki bir an könlüm ayrılmamış telli sazlardan. Vidadi, digər durnalara bir şiir deyək. Sazları çalırlar, Vidadi və Vaqif deyişirlər. Vidadi, qatar-qatar olub qalxıb havaya, nə çıxıbsız asimana durnalar. Qərib-qərib, qəmgin-qəmgin ötürsüz, üz tutubsuz, nə məkana durnalar. Vaqif, bir zaman havada qanat saxlayın, sözüm vardır mənim sizə durnalar. Qatarlaşıb nə diyardan gəlirsiz? Bir xəbər versəniz bizə durnalar. Vidadi, bir baş çəkin dərdiməndin halına. Ərzə yazsın, qələm alsın əlinə. Vidadi xəstədən Bağdad elinə. Siz yetirin bir nişanə durnalar. Vaqif, nazənin edərsiz avaz, ürək təzələnər edər sərəfraz. Vaqifin də könlü çox edər pərvaz. Hərdəm sizin ilə gəzə durnalar. Əhməd kişi, sağ olun, gecəniz xeyrə qalsın. Vaqif, xeyrə qənşər gedin, çox şad oldum mən. Kəndlilər Vaqiflə görüşərək gedirlər. Vaqif axşam qəribliyində şairənə bir nəzərlə baxaraq. Vaqif, bu axşam nə gözəldir, ondakı mənaya bax. Parçalanmış ağ buludlar göydə bardaş quraraq. Təbiətin saflığına qulaq asır uzaqdan. Gəlin kimi bəzək vurub, ay da çıxmış otaqdan. Nə təmizdir, nə parlaqdır mahtabın südbənizi, ən müqəddəs xəyallara dəvət edir o bizi. Vaqif burada deməli bildirir ki, ağ buludlar göydə bardaş qurublar, təbiətin saflığına qulaq asır uzaqdan. Yəni buludlar təbiətin saflığına uzaqdan qulaq asırlar və ay da gəlin kimi bəzək vurub otaqdan çıxır və gecənin süd üzü çox təmizdir və o bizi çox müqəddəs xəyallara dəvət edir. Vida edir. Xəyal şirin nemətidir bu acı kainatın. Vaqif, xəyal doğma balasıdır bizim ana həyatın. Onun gözü kör olsa da sevəcəkdir bu ana, yazıq bədbəxt balasını basacaqdır bağrına. Tükezban, Vaqif, danışmadın heç Əlibəydə. Necədir, görmürəm, xeyli zamandır. Yəni, burada sual düşsə ki, Vaqif özü oğlu haqqında ilk məlumatı verir. Bu fikir yanlış olacaq, çünki öncə Tükezban soruşur, sonra Vaqif cavab verəcək ki, Pahvu lap böyüyüb yaxşı cavandır. Toyudur, gəldim ki, aparım sizi. Özü tapşırıbdır gəlməyinizi. Vidadi, yaxşı, Əli bəyin toyudur demək. Vaqif, bəs necə toyudur? Vidadi, Tükezban, gedək. Oğul bizimkidir, gedək Tükezban. Tükezban, sənə zəhmət olar. Vidadi, nə? Vaqifə işarə ilə. Budur cavan, nə qədər olsa qoca gərçi Vidadi xəstə, yenə Vaqif kimi əlbəttə 100 oğlana dəyər. Sən ki lələşini yaxşı bilirsən. Tükezban, yaxşı, qoca vaxtı qürrələnməsən. Vaqif, yox xala, heç qorxma, indi bahardır. Deməli, Əlibəyin toyu bahar fəslinə baş verir. Qarabağ doğrudan bir laləzardır. Yenə yanaqlara sığal vurulur. Hər daşın dibində bir toy qurulur.
Bir yanda tar səsi, bir yanda qabal. Bükür dağ döşündə boynunu maral. Axır şırıltıyla köpüklü çaylar. Gəlir səcdəsinə ulduzlar aylar. Gedək, bizim yerlər xoş keçər sizə. Vida edir. Gedək xına qoyaq əllərimizə. Uşaq bizimkidir, mübarək olsun. Gəlinin yolları gül çiçək olsun. Sevinç içində Vaqiflə qucaqlaşırlar. İkinci şəkil başlayır. Şuşa qalası, Xan sarayı, Vaqifin evi, toy məclisi. İbrahim xan yanında da adamları gəlir. Hamı qalxıb xana baş əyir. İbrahim xan, xanəndələrə. Başqa bir zövqü var bugünkü toyun. Tez olun, yaxşı bir segah oxuyun. Musiqi çalınır, xanəndə oxuyur. Hər bağın, hər bağçanın bir bülbül sevdası var. Hər duyan qəlbin əzizim, gizli bir sevdası var. Ruhu oxşar, qəlbi oxşar incə bir canan səsi. Gah gülər, gah ağlayar, hər dəmdə bir mənası var. Can alan hər nəğmənin mənası yalnız eşqdir. Göz görüb əl çatmayan ulduzlu bir dünyası var. Böyle bir söz var ki, Vaqif indi bir məcnun olub, şeiri sənət adlanan nazəndə bir leylası var. İbrahim xan. Çox gözəl, Vaqifi çağırın görək. Bəy də öz toyunda oynasın gərək. Əli bəy oynayır, Vaqif gəlir. İbrahim xan. Vəzir, xeyir işin xeyli mübarək. Ağ günlərə çıxsın sizin Əli bəy. Ancaq çıxarmasın bizi yadından. Vaqif. Görək bu növrağı pozmasa zaman. İbrahim xan. Yenə də şikayət. Gəl inan ki sən, nə qədər mən sağam, keyf görəcəksən. Demək, İbrahim xanla Vaqifin diyaloqundan başa düşürük ki, İbrahim xan Əli bəyə təbrik eləyir, toyu üçün mübarək deyir. Amma bildirir ki, bu xoşbəxtlik bizi yaddan çıxarmasın. Vaqif də deyir ki, görə bu, əgər zaman bu növrağımızı pozmasa, bu düzənimizi pozmasa, yəqin ki, yaddan çıxarmaz. İbrahim xan da deyir ki, yenə də şikayət edirsən. Yəni, buradan görünür ki, Vaqif hər zaman İbrahim xana şikayət edir. O da bildirir ki, yenə də şikayət edirsən. Sən şikayət eləmə, mənə inan. İnan ki, mən nə qədər sağamsa, sən də keyf görəcəksən. Təlxək gəlir, təlxək. Gəlininiz bir mələk, hamı deyir mübarək. Ancaq mənim boş başım sizə deyir qardaşım. Bir qumardan, bir atdan, bir də gözəl arvaddan. Ehtiyatlı dolanmaq, ehtiyatlı dolanmaq. Gülüş. Eşikdə tüfəng atır və ura səsləri ucalır. Gəlini gətirirlər. Anam, bacım, qız gəlin. Əl əyağı düz gəlin. 7 oğul istərəm, bircə dənə qız gəlin. Burada mərasim nəğməsi görürük. Vaqif. Ağızım üzündən götür duvağı. Qoy açıq görünsün ayın qabağı. Açıq yaşamışdır bizim nənələr. Kəfəndir abalan, sərapərdələr. Nədir gözəllərdə bu pərdə, bu rəng? Can dustaq olanda gülərmi ürək? Yazın laləsidir al yanaqların. Yaqut kənarıdır gül dodaqların. Camalın dünyadır qucağın cənnət. Utansın hüsnündən o kör şəriət. Vaqif burada bildirir ki, qızım üzündən o duvağı götür. Bizim nənələrimiz həmişə açıq yaşamışdır. Qoy ayın qabağı açıq görünsün. Sənin üzündəki duvaq kəfəndir. Heç can dustaq olanda ürək gülərmi? Bu kiçik hissədə biz Səməd Vurğun şeiriyyətinin böyük bir gücünü görürük. Yəni, çox kiçik bir hissədə böyük məcazlar və bədii təsvir, bədii ifadə vasitələri var. Yəni, burada müşahidə edirik ki, nədir gözəllərdə bu pərdə, bu rəng? Burada biz görürük təbii ki, təkrir, inversiya. Can dustaq olanda gülərmi ürək? Burada müşahidə edirik bədii sual, inversiya, metafor. Yazın laləsi kimidir? Al yanaqların. Təşbih, inversiya. Yaqut kənarıdır gül dodaqları. Yaqut kənarıdır gül dodaqları. Gül dodaq burada epitetdir, həmçinin inversiya var. Camalın dünya kimidir, qucağın cənnət kimidir. Təşbih. Utansın hüsnündən o kör şəriət. Epitet və inversiya müşahidə edirik.
Hamıda heyrət, həyəcan görünür. Gəlini o bir otağa aparırlar. Bu arada Eldar çiynində bir quzu içəri daxil olur. Vaqif: Of dostum, qardaşım, xoş buyurmusan. Səndə dağ havası duyuram inan. Sizdən ayrılmayır könlümün quşu. Ellərdə görürəm hər qurtuluşu. Eldar: Möhtərəm şairə salamlar olsun. Bu dünya durduqca o da var olsun. İbrahim xan ətrafa: Aha, heç saymayır bu hərif bizi. Görünür dadmamış qüvvətimizi. Şeyx İbrahim xanın qulağına: Bir bax gözlərinə, baxışı qandır. Kəndə qarışıqlıq salanlardandır. Deməli, Eldar məclisə daxil olur, Vaqifi salamlayır, bildirir ki, şairə salam olsun, bu dünya nə qədər ki var, o qədər də şair var olsun. Bu İbrahim xanın xoşuna gəlmir, çünki içəri girən İbrahim xanı təzim etmir, onu salamlamır və İbrahim xan da öz-özünə deyir ki, bu görünür bizim qüvvətimizi dadmayıb, ona görə də bizi saymır. Şeyx də bir növ əsərdə katalizator rolunu oynayır. Yəni öncə İbrahim xanı, sonra isə Ağaməhəmməd Şah Qacarı bir növ söhbətdə qızışdırır və onun yaltaq ağılsız fikirləri də İbrahim xanın beyninə gedir, beyninə yeriyir və nəticədə ona inanır. Şeyx onun ürəyinə bir şübhə salır ki, ona sən bax ki, onun baxışı qandır. Kəndə qarışıqlıq salanlardandır. Necə gələcək gün əsərində Firidun bəy haqqında deyirlər, ha, bundan siyasət iyi gəlir. Bir növ şeyx də o şəkildə bildirir ki, bunun baxışında da qan var. O kəndə qarışıqlıq salır. İbrahim xan: Vəzir, çobançoluq məclisidir bu. Vaqif: Düzü gözləməzdim heç sizdən bunu. İbrahim xan: Necə gözləməzdin? Lap yersiz nahaq. Yox bir başa keçsin, çiynində çomaq. Vaqif: Əziz qonağımdır, dostumdur Eldar. İbrahim xan: Xanın hüzurunda nə ölümü var? İbrahim xan burada öz təkəbbürü ilə seçilir, öz ovalığı ilə seçilir. Çünki o fikirləşir ki, bu məclis yuxarı təbəqənin nümayəndələri iştirak etməlidir bu məclisdə. Bu məclis çobançoluq məclisi deyil ki, adi bir xalq nümayəndəsi Eldar gəlsin orada iştirak eləsin. Onun iştirakını mən heç gözləmirdim. Hələ bir yaxşıdırsa çiyində çomaq başı da keçsin. Vaqif də bilir ki, bəs o mənim dostumdur da, o mənim qonağımdır. İbrahim də bildirir ki, bəs mənim hüzurumda onun nə ölümü var? Vaqif: Bu mənim evimdir, siz qonaqsınız. Qonağı sevərlər, lap nahaqsınız. Vaqif də İbrahim xanın cavabında deyir ki, bu mənim evimdir, siz də Eldar kimi qonaqsınız. Qonağı sevərlər, siz burada haqlı deyilsiniz. İbrahim xan: Qonağa bir bax, hər yoldan ötəni başa çıxardaq. Vaqif: Onun görkəmindən iyrənməyin siz. Bir kəndli babadır, vicdanı təmiz. Dilindən düşməyir gözəl nağıllar. Ən böyük ürəklər, yetkin ağıllar ellər dünyasında yetişir bilin. Namusu, vicdanı təmizdir elin. Vaqif bildirir ki, Eldar kəndli babadır, onun vicdanı təmizdir, dilindən heç vaxt gözəl nağıllar düşmür. Belə gözəl ürəkləri, yetkin ağılları məhz həmin dediyin el yetişdirir və həmin kənd yetişdirir. Və həmin kəndin, elin yetişdirdikləri də məhz namusu, vicdanı təmizdir. İbrahim xan: Doğrusu yorulub bezikmədin sən, elə durub ellər deməkdən. Elə durub ellər deməkdən. İbrahim xan hər ağzını açanda Vaqif xalq nümayəndəsi kimi çıxış eləyir, xalqın tərəfində durur və nəticədə İbrahim xan artıq onun bu sözlərini eşitməkdən bezir, deyir ki, sən bu qədər el, xalq, oba deməkdən bəyəm bezmədin? Eldar Vaqifə: Canım dalaşmayın, mən gedim. Vaqif: Dayan başqadır könlümdə gülən xaniman. İbrahim xan: Getsin gəlməsini ayaqlamağa. Eldar: Buyruq sizinkidir möhtərəm ağa, ancaq olmasaydı kasıb kəndlilər, bunca qudurtmazdı sizi sümüzər. Eldar məclisi tərk edir, onu tutmaq istəyirlər, adamlar arasına ixtişaş düşür. Deməli, Eldar İbrahim xana təzim etmir,
onu salamlamır və İbrahim xan da bunu özünə sığışdırmır ki, bir kəndli ilə eyni məclisdə oturub. Eldar da ona bildirir ki, əgər bu kasıb kəndlər olmasaydı, sən bu qədər qudurmazdın. İbrahim xan, qoymayın, tez olun, tutun Eldarı, ona da göstərin daş zindanları. Vaqifə tərəf, qudurtdun bunları, doğrudan da sən, bəlkə də özünsən ona dil verən. Vaqif, xeyr, yanıldınız, ona dil verən, gözü ilə dünyada alovlar görən. Kəndistan yeridir, bəli, Kəndistan, bəzən Tanrıya da ağ olur insan. Vaqif İbrahim xanın ithamına görə ona cavab verir ki, çünki İbrahim xan ona deyir ki, bunları qudurdan sənsən, bəlkə də sən özün onlara danışmaq üçün cəsarət vermirsən. Vaqif də bildirir ki, xeyr, yanılmısınız, onlar Kəndistandandır və onlar gözü ilə alovlar görüblər. Ona görə də bu şəkildədir. İbrahim xan qəzəblə çıxaraq, yaxşı, danışarıq. Toy adamları dağılır, Vaqif gəzinir, Vidadi heyrətdədir. Vaqif, bu da haqqı salam, bu da dut çörək. Dünyada dərd varmı mənim dərdim tək? Bu xan bir ilanmış, saray yuvası, zəhrimar qoxuyur onun havası. Vaqif bildirir ki, biz onunla dut çörək kəssəydi, amma deməli dut çörək bu şəkildəymiş. Mənim dərdim tək, görürsən dünyada başqa bir dərd varmı? Sən demə xan bir ilanmış, saray da onun yuvasıdır. Ona görə də məhz sarayın havası zəhrimar qoxuyur. Vidadi, Vaqif, sabah məni yola sal gedim. Torpaq evciyimi ziyarət edim. Ordadır dünyanın zövqü ləzzəti. Sən də öz boynundan at bu minnəti. Kəndimizə qayıt. Vaqif, yox qayıtmaram. İş ki belə düşdü, meydanda varam. Vidadi, əl çək bu tərslikdən. Qulaq asmana. Vaqif, ölsəm də ölməyim, xoşdur mərdanə. Vidadi, sən öz dediyindən dönməyəcəksən, səni yalnız qoyub gedənmərəm mən. Əli bəy, ata, həbs etdilər yazıq Eldarı. Vaqif, insan uçuracaq daş zindanları. Zəncirsiz, zindansız günlər gələcək, bizə təsəllidir böyük gələcək. Deməli, burada Əli bəy gəlir, xəbər edir ki, Vaqifə bəs Eldarı tutub həbs etdilər. Çünki bayaq İbrahim xan dedi ki, ona daş zindanları göstərin. Vaqif də bildirir ki, bir gün insanlar daş zindanları uçuracaq, zəncirsiz, zindansız günlər gələcək. Bu böyük gələcək bizim üçün bir təsəllidir. Çünki İbrahim xanın əlində hal-hazırda güc, qüvvə olduğu üçün bu şəkildə zəif insanları zindanlara salır. Əli bəy, bəs Eldar nə olsun? Vaqif, heç nə dərdi var? Vaqif ölməmişdir, onu qurtarar. Vaqif qolunu oğlunun boynuna dolayaraq, oğlum, xeyir işin olsun mübarək, dünyanın keyfini, ləzzətini çək. Mənim də ürəyim hələ cavandır, yaşayaq bir təhər, bu da zamandır. Vaqif Əli bəyin alnından, Əli bəy də Vaqifin əlindən öpür. O eləcə də Vidadi ilə öpüşüb gedir. Vidadi, ağlı baladır, Allah saxlasın. Vaqif, könlümdə dünyanın min sirri vardır. Ah duyan, düşünən nə bəxtiyardır. Dəryalar üstündə süzən sonalar. Siz ey göy üzündə uçan durnalar. Deyin xoşbəxtəmmi? Vaqif, gör nələr danışır. Deyin xoşbəxtəmmi? Təlxək qapıdan burnunu göstərərək. Çox çalışıb çox yanmayın. Uşaq kimi inanmayın. Bu dünyanın səfasına, sarayların vəfasına. Gedir, Vaqif. Gör nələr danışır ağıllı təlxək. Nəsə dincəlməyir sinəmdə ürək. Xuraman gəlir, Xuraman. Kişi, bu nə işdir, küsüb getdi xan. Vaqif, qoy küssün özünü qanacağından. Xuraman. Vaqif gedir, Xuraman isə öz-özünə. Bir el ağasıydı əvvəl Kərim. Öz qapım, öz evim, öz nökərlərim. Hamısı qulluğumda hazır durardı. Rəhmətlik gündə bir məclis qurardı. Buna da bir böyük vəzir dedilər. Başımı, beynimi ovub yedilər. İnandım, dedim ki, nə xəyalı var. Yəqin ki, bunun da öz cəlalı var.
Bu ki qoltuqlarda gəzib dolanır. Çox vaxt da su kimi rəngi bulanır. Elə dərd tökülür qaş-qabağımdan, amma çox razıyam qanacağından. Şairdir, görünür düz ilqarı var. Nə gözəl, nə şirin kəlamları var. Bir də bunlardan mənə kar aşmaz. Deməli, Vaqif gedəndən sonra İbrahim xanla Vaqifin söhbətindən Xuraman təsirlənmişdi. Bilirdi ki, İbrahim xanın münasibəti Vaqifə qarşı dəyişəcək. Bu səbəblə Xuraman öz-özünə bildirir ki, əvvəlki ərim bir el ağası idi. Öz qapım, öz nökərlərim var idi. Hamısı əmrimə müntəzir dururdu. Rəhmətlik gündə bir məclis qurardı. Bu Vaqifə gəlmək üçün mənə də min bir yalan dedilər. Beynimə ovdular, yedilər. Dedilər ki, bəs Vaqif böyük vəzirdir. Mən bu şəkildə bilib Vaqifə gəlmişəm, amma bu ki, özü qoltuqlarda gəzib dolaşır. Əsasən çox vaxt rəngi bulanır, su kimi. Əsasən su kimi rəngi bulanır. Həmişə də qaşqabaqlıdır, amma qanacağından razıyam, mərifətindən razıyam. Görünür ki, düz ilqarı var, şirin kəlamları var. Amma bunlardan deyir, mənə bir kar aşmaz. Vaqif gəlir. Vaqif Xuramanın bu vəziyyətini görür, soruşur ki, nə var fikirdəsən, sən ey sərvinaz? Amandır örtməsin ey nazlı nigar. O ay camalının qara buludlar. Xuraman, niyə nə dərdim var Allaha şükür? Hara baxıramsa xeyir görünür. Vaqif, yox, sənin səsində bir titrəyiş var. Gəl məndən gizləmə, ad söylə aşkar. Xuraman, heç biraz incidir məni bu qürbət. Vaqif, yox, bu da olmadı, düz danış afət. Yalan yaraşmayır gül dodaqlara. Xuraman, bıy, yaxşı, nə deyim mən bəxti qara? Deməli, Vaqif Xuramanın bu bəxti qara söhbətindən başa düşür ki, deməli, Xuramanda nəsə var. Vaqif, aha, bundan danış görüm sən, niyə öz bəxtinə qara deyirsən? Xuraman, deyirlər ki, sən, Vaqif, nə, təzə xəbər? Xuraman, nə bilim doğrusu. Vaqif, danış. Xuraman, deyirlər səni vəzirlikdən qovlayacaq xan. Vaqif, ha. Bəs elə bu? Xuraman, bəli. Vaqif, Xuraman, gör nəyin xəyalındasan? Qəfəsdə quş kimi yaşayıram mən. Nə sənin gördüyün bu saray bu yurt, nə də dişlərində qan donan o qurd. Bu tərlan könlümü ovlaya bilməz. Dərdin elə busa lap arxayın gəz. Deməli, buradan belə başa düşürük ki, Xuramanın dərdi o imiş ki, camaatdan eşidir ki, bəs İbrahim xan artıq Vaqifi qovacaq. Xuraman bu yaxşı yaşayışından, cah-cəlaldan uzaqlaşmaq istəmir. Amma Vaqif də ona cavab verir ki, görsən nəyin xəyalındasan, nəyin arzusundasan. Mən bu boyda sarayda qəfəsdə quş kimi yaşayıram. O dişində qan donan qurd, yəni İbrahim xan, artıq mənim bu könlümü ovlaya bilməz. Əgər sənin dərdin budursa, artıq arxayın gəz Xuraman. Xuraman da bu səni Vaqif, nə? Çıxarsalar? Xuraman, necə dolanarıq dilənçilər tək? Vaqif, bizə qəhət olmaz bir parça çörək. Qorxma bəxtinə də söyləmə qara. Kaş ki düşməyəydim mən bu saraylara. Yanıldım doğrusu, uyub aldandım. Başqadır könlümdə mənim ilk andım. Deməli, yadınızdadsa əsərin əvvəlində Vaqiflə Vidadinin söhbəsində Vaqif özünü çox xoşbəxt hiss edir. Hətta Vidadi ona bildirəndə ki, sən bu fani dünyaya aldanma, o da bildirir ki, mənim yurdum saraylardır və ilham mənbəyim də gözəllərdir, cənnətim gözəllərdir. Amma indi Vaqif burada özü etiraf edir ki, kaş mən bu saraylara düşməyəydim, aldandım. Mənim əslində könlümdəki andım başqadır. Xuraman, elə şirin-şirin danışmağım var. Başqa otağa keçir. Vaqif, yox, sərraf gözüdür mənim bu gözüm. Özüm tutduğuma heyranam özüm. Gözüm su içməyir heç Xuramandan. Onu başqa ruh da böyüdüb zaman. Deyəsən şöhrəti çox sevir qadın. Ah mənsəb, ah şöhrət yaranmasaydın. Vaqif burada artıq Xuramanın iç yüzünü anlayır
bilir ki Xuraman dövrünün insanıdır. Vaqifin vəzirlikdən çıxacağını eşidən kimi artıq başqa bir xarakterdə özünü göstərir. Vaqif bunu anlayır, bilir ki, deyir səni mən bilirəm ki, zaman başqa bir ruhda böyüdü. İkinci pərdə, üçüncü şəkil. Xan sarayı İbrahim xan içəri otaqda yatır. Təlxə. Əzizim İbrahim xan, bit yerisin yaxandan. Ayağını bərk uzat, xorul-xorul yaxşı yat. Orada çəkibdir qacar. Şeypur çalır qoşunlar. Sən yuxuna şəkər qat, yaxşı uzan yaxşı yat. Qoy axsın millət qanı, çək başına yorğanı. Şaxlar bizi boğsa da, inək kimi saxsa da, sən yuxuna şəkər qat. Yaxşı uzan, yaxşı yat. İbrahim xan yuxudan təlaşla ayılaraq. O yandan Türkiyə, bu yandan İran, buradan da Rusiya göndərir fərman. Deməli, o dövrdə Azərbaycan xanlığının vəziyyəti, Qarabağ xanlığının vəziyyəti bu şəkildə idi ki, bir tərəfdən Türkiyə, bir tərəfdən İran, bir tərəfdən Rusiya fərman göndərir. Pozmaq istəyirlər cah-cəlalıma, qalmamış düşünən mənim halıma. Könlüm ayrılmayır tacı təxtimdən, kəndlər də çaxnaşır mənim bəxtimdən. Həddindən aşmışdır yenə qaçaqlar, dağlarda yurt salır bütün qoçaqlar. Neyləyim? Əyanlar, ağalar, şeyxlər daxil olurlar. Şeyx. Ey böyük hökmdar, əhval-i şuma. İbrahim xan. Ya şeyx, bir tədbir tök mənim yuxuma. Bu gecə qorxunc bir vaqiə gördüm. Deməli, biz Dədə Qorqud dastanında da Qazan xanın yuxu görməyini görürük, çobanın yuxu görməyini görürük və Qazan xan gəlib öz yuxusunu qardaşı Qaragünəyə danışır və Qaragünə onun yuxusunu yozur. Şeyx. Lütf edib danışın gördüyünüzü. İbrahim xan. Gördüm dəniz olub bucudur düzü. Elə bir dəniz ki büsbütün qandır. Onun dörd tərəfi qara dumandır. Şeyx. Sonra İbrahim xan. Bu dənizdə üzür qayıqlar, get-gedə sıxlaşır bu qayalıqlar. Elə bir sıxırlar məni dörd yerdən. Şeyx. Hə, sonra İbrahim xan. Bir qayıq yaxlaşdı birdən. Zəncirli bir kəmənd atdılar mana. Həmin kəmənd keçdi düz boğazıma. Məni çəkə-çəkə hey apardılar. Gördüm qayıqdadır o qaçaq Eldar. Deməli, biz nə müşahidə edirik burada? İbrahim xan yuxu görür, yuxusunu şeyxə danışır. Yuxusunda görür ki, bucudur düzü artıq bir dənizdir. Sanki dənizdə, dənizin suyu da bütöv qandan ibarətdir və dörd bir yanın duman alıb. Bu dənizdə də qan dənizində çoxlu qayıqlar üzür. Qayalıqlar da get-gedə sıxlaşır və İbrahim xana elə gəlir ki, onu dörd yerdən sıxırlar. Bir də deyir, gördüm ki, bir qayıq mənə yaxınlaşır və həmin qayıqdan mənim boğazıma bir kəmənd atıb çəkə-çəkə aparırlar. Deyir, baxdım ki, həmin qayıqdakı Eldardır. Şeyx. Bəli, o dəladuz İbrahim xan. Bəli, lap özü. Hirsindən alışıb yanırdı gözü. O məni dənizə basıb dedi. Xan, buyur doyunca iç, tökdüyün qandan. Şeyx, yaltaqlanaraq. Ha, qəm yeməyin adil hökmdar. Sizə neyləyəcək bir qaçaq Eldar? Yuxu dəhşətlidir, qorxusu yoxdur. Dəniz aydınlıqdır, qan qovuşuqdur. Deməli, orta fikir kimi düşsə, Qazan xanın yuxusunu da Qaragünə tam şəkildə yozmur. Burada Yaltaq şeyx də İbrahim xanın yuxusunu tam şəkildə pozmur. Bildirir ki, dəniz aydınlıqdır, qan qovuşuqdur. Təlxəy özünü ortaya salaraq, şeyxin kəlamı xoşdur, mənim kəlləmsə boşdur. Qaçır. Vaqif daxil olur və xana məktub uzadaraq. Qacara yazdığım cavabdır, alın. Elçilər gözləyir, tez yola salın. İbrahim xan. Vəzir. Vaqif. Dinləyirəm. İbrahim xan. Qarışır zaman, ruhuma dar gəlir bütün xaniman. Vaqif. Çox dedim sözümə baxmadınız siz. Dedim ki, zülümlər qalmaz əbəssiz. Bu dünya boş deyil, öz qanunu var. Elin qüdrətinə lovğa baxanlar əlbəttə basılar. İbrahim xan. Basılar, sənsən,
Xeyr, söz çıxmayır yenə dilindən. Vaqif. Şeyxə işarə ilə. Çünki sözlərimdə doğruluq vardır. Yalançı yaltaqlar və oğrulardır. Sizi yatırmasın ağır yuxular. Hücuma hazırdır Məhəmməd Qacar. Deməli, burada biz nəyi müşahidə edirik? Vaqif şeyxin yaltaq olduğunu bildirir və deyir ki, səni bu ağır yuxular yatırmasın. Çünki dediyim sözün hamısında doğruluq var. Artıq Qacar hücum eləyir. İbrahim xan Vaqifin yazdığı cavabı oxuyaraq. Çox gözəl, hər sözün iti bir bıçaq. Qacarın bağrını parçalayacaq. Mənim qeyrətimi çəkirsən demək. Vaqif. Elimiz qoçaqdır zülmdən əl çək. Hələ yaranmamış həyata əvəz. Həyatın qədrini düşünün barı. Dünya naz götürüb yaşada bilməz. Onunla gizlampaç oynayanları. Şeyx. Bəli, dərs alacaq bizim böyük xan bunun həkimanə kəlamlarından. Vaqif. Yaxşısı budur ki, yaltaqlanma sən. Ağıl ummayıram boş götüklərdən. İbrahim xan. Vəzir, bu sözləri qoyun bir yana. Vəziyyət xarabdır, yol göstər mana. Vaqif. Eldə can qoymadı ağır vergilər. Siz bu qanunlarla qalsanız əgər, doğma balanız da yad olacaqdır. Külünüz göylərə sovrulacaqdır. Deməli, şeyx həmişəki kimi İbrahim xana yataqlanır. Deyir ki, bizim bu İbrahim xan güya sənin həkimanə kəlamlarından dərsmi alacaq? Vaqif deyir ki, sən yaltaqlanma. Mən boş kötüklərdən ağıl ummuram. İbrahim xan da deyir ki, susun, vəziyyət artıq pisdir, mənə yaxşısı budur ki, yol göstərin. Vaqif də deyir ki, əgər sən bu ağır vergiləri ləğv etməsən, əgər sən yenə də eyni qanunlarla dövləti idarə etsən, artıq sənin balan da özünə yad olacaq və külümüz göyə sovrulacaq. Şeyx, xana yaltaqlanaraq. Bəli də, çox sevir sizi. Dağıdın, paylayın xəzinənizi. Bəlkə doyacaqdır acıların gözü. Vaqif, daxili vəziyyət belədir düzü. Xalq razı qalmasa bir hökmdardan, hakimi qurd kimi didəcək zaman. İbrahim xan, yaxşı, vergiləri azaltsaq biraz, işlər düzələrmi? Vaqif, bundan kar aşmaz. Deməli, İbrahim xanın çıxış variantı odur ki, bildirir ki, əgər biz vergiləri azaltsaq, bütün bu problemlər, işlər düzələrmi? Vaqif isə bildirir ki, bununla problemimiz həll olmayacaq. Məncə nə olsa da bugündən belə vicdan azadlığı lazımdır elə. İbrahim xan, o nədir? Vaqif, kör kimi qalmasın insan, qalxsın cəhalətin qaranlığından, açılsın hər yerdə, məktəb, mədrəsə, balalar quş kimi versin səsə, dağların döşündən yollar çəkilsin, yollar kənarında güllər əkilsin, nəğmələr bəzəsin vətən mülkünü, mən də qoca vaxtı görüm o günü. Deyir, sənin vergiləri ləğv etməyinlə iş sona çatmır. Sən əgər istəyirsən ki, xalq sənin yanında olsun, elə ki, xalq kör kimi qalmasın. Qoy cəhalətin qaranlığından çıxsın, məktəb aç, mədrəsə aç, qoy xalqın övladı məktəbə getsin, yollar çəkdir, yol kənarında güllər əkdir, qoy hər kəsin nəğməsi bu vətən mülkünü bəzəsin, biz də qoca vaxtı bunu görək. Şeyx, bundan sənə nə var? Vaqif, onu duymazsan, çıxar əmmaməni, sən keçəl qazsan. Şeyx, elm günah işdir, təmizdir İslam, buyurmuş Peyğəmbər əleyhissalam. Deməli, şeyx burada yalançı dindarlardandır. Dini silah yoluna çevirənlərdəndir ki, xalqı din pərdəsi altında kör vəziyyətə salanlardır. Biz bunu həmçinin görmüşdük. Dəli Kürdə Molla Sadıq obrazında, o da təhsilə bu şəkildə qarşı çıxırdı. Vaqif, lal ol, ləkəlidir qəlbin niyyətin, tiryək satanısan bəşəriyyətin. Şirin Cavidin İblis əsərində də deməli, Elxan din nümayəndələrini güllə ilə öldürtdürür ki, siz tiryək adı ilə, yəni din pərdəsi altından əslində tiryək keçirirsiniz. Şeyx,
Sən xalqın gözünü açırsan bizə, o da baş əyməyir bir əmrimizə. İbrahim xan, şeyx doğru deyir, kör qalsın onlar, xalq ayılan zaman haqqını anlar. Vaqif, o kör dediyiniz hirslənən zaman çox bərk yapışacaq boğazınızdan. İbrahim xan, birdən Vaqifin əlindəki əsaya baxaraq, vəzir, əlindəki o əsa nədir? Vaqif, Rusiya padşahı o zülmkardan Yekaterina'dan bir hədiyyədir. İbrahim xan, aha, desən hara, Rusiya hara, yoxsa satılmısan o kafirlərə? Vaqif, əsanı göstərərək. Buna şəkil verən bir sənətkardır. Mənim sənətkara hörmətim vardır. İbrahim xan, bəs onu göndərən Yekaterina? Vaqif, yalnız nifrətim var inanın ona. Onu da boğacaq gedən üsyanlar, azadlıq uğrunda tökülən qanlar. Şeyx, bəs ruslar, bəs o məlunlar, din ayrı, dil ayrı olsa da onlar yenə beşiyidir mədəniyyətin. Qədrini çox bilir şeirin sənətin. Deməli, bu prosesdə biz nəyi müşahidə edirik? Vaqif, İbrahim və Şeyx nitqində görürük ki, o dövrdə Azərbaycan, deməli, İran, Türkiyə və Rusiya üç tərəfdən hücuma məruz qalırdı və Azərbaycan bunlardan hər hansı birinə yıxılmalı idi. Bir növ dırnaq arası. Və biz Xuşbanın Atamın əsərində gördük ki, məsələn, Məlikü Dövlə İrana tərəf yıxılmağımızı bir növ bizim səadət, xoşbəxtlik sayırdı. Burada da İbrahim xan ruslardan xoşu gəlmədiyinə görə bildirir ki, Yekaterina sənə bir əsa göndərib sən onu qəbul eləmisənsə, olmaya sən də ruslara tərəf yıxılmısan. O da bildirir ki, mənim Yekaterinaya yox, məhz onu göndərən sənətkara, yəni onu hazırlayan sənətkara böyük hörmətim var. Onun kimi hökmdarlara nifrətim vardır və əvvəl-axırı onun da haqqını zaman verəcək. Vaqif deyir ki, şeyxə, sən hələ də bilmirsən ki, din ayrıdır, dil ayrıdır. Yadımızdasan Xuşbanın Atamın əsərində bunu da Zahir bəyə Nəvvab bildirmişdi. Şeyx, xanı qızışdıraraq, aman ayaqladı müqəddəs dini, bu tanrı düşməni vətən xaini. Səslər, bir buna bax, məlun, aldanmış qansız, şeyx satılmış, səs bimürvət, şeyx Yezid imansız. Vaqif hiddətlə, durun, mən deyiləm vətən xaini, saydım nəbilərin sonsuz sayını. 1000 ildir baş əydik yalnız Qurana, baxdı gözlərimiz kör kimi ona. Bizə yasaq oldu başqa kitablar, kitabsız bir ömrün nə mənası var? Didildi daima ixtiyarımız, bari bir gün görsün evlatlarımız. Xuşbanın Atamanın dilindən də yadınızda belə bir ifadələr işlənirdi ki, istəyirəm ki, mən elə bir deməli zaman yetsin ki, elə bir dövr olsun ki, xalqımın övladları, millətimin övladları əsərləri Hötenin, Puşkinin, Lermontovun və s. xarici ədəbiyyatın nümayəndələrinin əsərlərini öz dilimizdə oxusunlar. Bu da həmin şəkildə deyir ki, kitabsız bir ömrün nə mənası var? İbrahim xan, bəs mənim şöhrətim, bəs tanrı, bəs din? Vaqif, mən bir aşiqiyəm saf ürəklərin. İbrahim xan, demək satılırsan sən şeytanlara. Vaqif, tarix cavab verər bu böhtanlara. İbrahim xan, bir vaxt təriflədin mənə ildarı, dağ-dərə tutmayır o qaçaqları. İndi də rusların tərəfdarısan. Sən elin dostusan, elin yarısan. Dünya yaranmamış ötərgi bir səs. Günəş qaranlıqda yaşaya bilməz. Çıxır, şeyx. Başqa bir qisas da siz alın ondan. İbrahim xan, buyurun, o nədir? Şeyx, o da Xuraman. Çəkin bağrınıza o sərvinazı. Qırılsın Vaqifin qoy ilham sazı. Demək, İbrahim xanım buna deyir ki, Vaqifə, sən öncə mənə ildarı təriflədin, amma o mənə qarşı çıxdı,
dağ-dərə artıq qaçaqları tutmur. İndi də sən rusların tərəfdarısan. Şeyx də vəziyyəti bu şəkildə görür, aranı qızışdırır ki, bəs sən Vaqifdən intiqam almaq üçün onun həyat yoldaşı, deməli, Xuramanı ələ keçirməlisən. İlyas daxil olur. İbrahim xan. İlyas, gedib çıxdın. De, nə var, nə yox, İlyas. Eldarın halına belə dəmat çox. Tez-siz dəyişdirir o öz yerini. Tovlayıb azdırır gündə birini. O qədər artıb ki, yenə qaçaqlar, tutmayır meşələr, dərələr, dağlar. Deməli, İlyas sapı özümüzdən olan baltalardır. İlyasın dəstəsinə girən namərd, nankör bir obraz olacaq. Biz bunun kimi nankör obrazları Xurşbanın Natavanda gördük. Məsələn, Fərəc bəy, Zahir bəy, Kəndxuda obrazında, Məliküdövlü obrazında gördük. Bundan başqa biz Namərd gülləsində gördük, Mürşid obrazında. Burada da İlyas deməli dəstəyə qoşulan xanlərdəndir. İbrahim xan tərəfindən. İbrahim xan, yaxşı, öldürməyə fürsət olmadı, İlyas. Düzü qorxuludur Eldarın adı. Kəndistan yerində çox hörməti var. Məsəldir qaçağı, el özü saxlar. Belədir babalar dövründən bəri. İbrahim xan, onun oylağına yaxın kəndləri yandırsaq necədir, İlyas? Yox, yox, bu olmaz. Gələr öhdəsindən lələşin İlyas. İbrahim xan, yaxşı, fikrin nədir? Bir danış görək, İlyas. Bu gündən onlara qoşulam gərək. İbrahim xan, necə? Nə deyirsən? İlyas, belədir bəli, qaçağı öldürər, xəyanət əli. Deyərəm məni də astırırdı xan. Qaçıb qurtarmışam dar ağacından. İnanar onlara yoldaş olaram. Bildiyim qisası sonra alaram. İbrahim xan, necə? Nə minvalla? İlyas, nə varmış buna? Əvvəl girəcəyəm onun qılığına. Yanından getməyib günlü gecəli, qəsdən olacağam onun sol əli. Bir gün yenə də qılığa girib, hərifi bir təhər yuxuya verib. Bir güllə vuraram lap təpəsinə, başımı götürüb qaçaram yenə. İbrahim xan. Mərhaba, mərhaba İlyas pəhləvan. Sonra da 10 para kəndin var inan. Olarsan onlara səndə bir ağa, çaparsan atını hey sola sağa. İbrahim xan Eldarın öldürülməsinin qarşılığında deməli, daha doğrusu öncə İlyas ona deyir ki, onu bir səhər yuxuya verib, alnından təpəsindən güllə vuraram və başımı götürüb qaçaram. İbrahim deyir ki, əhsən sənə İlyas, əgər sən bu şəkildə eləsən, mən sənə 10 kənd verəcəm ki, sən də ağa olasan, atını oradan bura çapacaqsan. Tökülər qapını müftə bəhrələr, bir də kasıblıqdan görməzsən əsər. İlyas, heç əskik olmayın. İbrahim xan, eləsə di get, verdiyin vədəyə tamam əməl et. İlyas, baş üstə arxayın ol xan. Eldar qurtulanmaz qurduğum tordan. Gedir. İbrahim xan şeyxə tərəf. Sən də Xuramana yaxşı tədbir çək. Vaqifə göz dağı bolsun gərək. Şeyx, sevinclə. İndi sevin şeyxalı. Bəxtinə gün doğalı, Vaqifi saldın tora, qoymadın dinc otura. İndi xanı dolaram, özüm vəzir olaram. Nə dərdim var, nə qəmim. Deməli, biz burada başa düşürük ki, şeyx vəzir olmaq üçün bu şəkildə yalanlar uydurur və bir növ Ağaməmməd Şah Qacarın qanına girir. Deməli, sarayda qız balalar mənə baxıb göz eylər. Hər məsələ düzələr, indi sevin şeyxalı, bəxtinə gün doğalı. Oynaya-oynaya çıxmaq istəyir. Təlxək, şeyxin arxasınca. İndi sevin şeyxalı, bəxtinə gün doğalı. Şeyx tüfu, gedir təlxək, şeyxin arxasınca. Yekə qarın, yekə baş. Təlxək mütəəssir halda Vaqifin arxasınca. Nələr gördün aman Vaqif, nə qansızmış zaman Vaqif. Mən demədimmi çox yanma, uşaq kimi çox inanma. Bu dünyanın səfasına, sarayların vəfasına. 4-cü şəkil, saray Vaqifin evi. Gülnar əlində bir dəstə bənövşə. Qızlar ilə gəlir.
Deməli, bənövşəni biz qanlı bənövşə əsərində də görmüşdük. Zərifin topladıqları. Gülnar, bizim sərin meşələr, bu körpə bənövşələr, gəlin öpüm sizi mən, getsəniz gözlərimdən. Mənə böyük dərd olar. Ah, bizim dik qayalar, havaları sərindir, dərələri dərindir. Yaşamağın dadı var, gözəl-gözəl adı var. Hər inişin yoxuşun, bir rəngi var hər quşun. Əsmə dayan ey külək, ova çıxmış Əli bəy. O mənim sevgilimdir, o ağzımda dilimdir. Tüfəngini yeləysə, ayağına daş dəysə, ürəyimə ox batar. Nə gözəl də boyu var. O baftalı çuxası, o düyməli yaxası. At birinə qalxmağı, tərlan kimi baxmağı. Göz görməyən uzağı, onun nişan almağı. Söylənilir ellərdə, dastan olub dillərdə. Gülnarın anası Əminə gəlir. Gülnar, of anacan ana. Qucaqlaşıb öpüşürlər Əminə. Qurbanam sana, mənim şirin balam, ağıllı qızım, sürüdən ayrılan körpəcə quzum. Yoluna baxmaqdan gözüm saraldı, həsrətin səbrimi əlimdən aldı. Adam anasını heç unudarmı? Gülnar, ana, Əli bəyin heç vaxtı varmı? Vallah gələsiydik bu həftə sizə, sənin ayrılığın dərd olub bizə. Əminə, Əli bəy necədir, damağı çağdır. Gülnar, nə var, lap yaxşıdır, şir kimi sağdır. İndi ova gedib, bu saat gələr. Əminə, Allaha çox şükür, xoş olsun xəbər. Burdan kəsilməsin xeyrin ayağı. Allah göstərməsin sizə gözdağı. Yaxşı, bir də görüm özün necəsən? Özüm? Nə olacaq, lap yaxşıyam mən. Əli bəy quş kimi yemləyir məni. Deyir, kənd yerindən seçmişəm səni. Gözündə parlayır, qaynar bulaqlar. Ürək duyduğunu xatirə saxlar. Deməli, başa düşürük ki, Gülnarla Əli evlənəndən sonra Gülnarın anası Əminə bunlara qonaq gəlir və bir növ şikayətlənir ki, bəs mən səni nə vaxtacan gözləyirdim, amma sən gəlib heç anana dəymirsən. Gülnar da bildirir ki, biz bir həftədir gedəsiydik, amma Əli bəyin işi olduğuna görə gəlib sənə dəyə bilmədi. Əminə ondan soruşur ki, bəs vəziyyətin necədir? Əli bəylə münasibətin necədir? O da bildirir ki, Əli bəy məni quş kimi yemləyir, çox yaxşıyıq və deyir ki, Kəndistandan səni mən özüm seçmişəm. Əminə zarafat deyil, şair oğludur. Görünür, sinəsi sözlə doludur. Elədir anacan, dedin ürəkdən. Ana, şair olmaq istəyirəm mən. Bilirsən nə qədər sinəmdə söz var? Əminə, yox, qadan alım, min əyri göz var. Bircə fərağat dur, göz dəyər sənə. Vaqif və Vidadi daxil olurlar. Vaqif, xoş gördük Əminə bacı. Əminə, Tanrı görməsin, Tanrı göstərməsin sizə bir acı. Vaqif Gülnarın başını qucaqlayaraq. Bilirsən nə şeytan baladır Gülnar? Mənim çox ağıllı bir gəlinim var. Vidadi, düzdür, ağıllıdır qızımız Gülnar. Südü təmiz olur bizim analar. Vaqif, əyləşin, Əli bəy gələr indicə. Vaqif ilə Vidadi sol otağa keçirlər. Gülnar, görürsən ana, necə mehribandır qaynatan mana. Elə bir atadır. Əminə, olsun ay bala. Əli bəy əlində tüfəng və bir neçə qırqovul oxuya-oxuya daxil olur. Əli bəy, Əminə xala. Əminə onun alnından, o da Əminənin əlindən öpür. Yaxşı xala, bir də görək nə vaxtadək bizdən ayrı dolanıb sən, yalqız ömür sürəcəksən, Əminə. Necə sizdən ayrı? Niyə? Əli bəy, bir qulaq az mən deyənə. Doğrudan da kənddə təksən. Çox əziyyət çəkəcəksən. Daha bəsdir qarış bizə, köçünü çək evimizə. Gülnar, ana, qurban olum sana, gəl bizimlə yaşa ana. Əminə, belə ağ gün görəsiniz, xoş dövranlar sürəsiniz. Başınızdan bir tük belə, pay olmasın qara yelə. Gülnar, de köçürsən? Əminə, yox ay bala, dövranımı çox sürmüşəm, qızımı da köçürmüşəm. İndi dünyam quru səsdir.
komacığım mənə bəsdir. Vidadi kimi cavab verir. Bir də sizə budur sözüm, alışmışdır könlüm gözüm. Ata-baba yerimizə, kənd yaxşıdır yenə bizə. Əlibəy, Gülnar, bir suya sal qırqovulları, xalama bir plov hazırla barı. Bu plov bişirmə mərasimini biz Qurbanəli bəydə də görmüşdük ki, Əli bəy deyir, çox yaxşı plov bişirir. Əminə, xurcundan bir cüt corab çıxararaq, oğul deyirlər ki, qış bərk gələcək. Sənə toxumuşam bu corabları, bilirsən, bunlardır kəndlinin varı. Bu şəkildə deməli biz ana-bacı əsərində də müşahidə edirik ki, ana-bacı təkiyəçiyə, yəni hadisələri nəql edən obraza sonda bir corab toxuyub gətirir. Sonra Vətən Yaraları əsərində də analar öz övladları üçün əlcək sovqat qoyurlar. Burada da Əminə öz kürəkəni üçün bir corab toxuyub gətirir. Əli bəy, çox sağ ol Əminə xala. Əminə, sağlıqla geyəsən, mehriban bala. Əli bəy, gəl ana, o evdə rahatlan biraz. Hər üçü sağ otağa keçir, Vaqif gəlir. Vaqif, Əli bəy, Əli bəy çıxır. Əli bəy, nə buyurursan? Vaqif, çöldə nə var, nə yox? Əli bəy, gördüm Eldarı. Toplayıb başına qəhrəmanları, dağlara yurt salıb, Koroğlu kimi. Deməli, Eldarı kimə bənzədirik? Koroğluya. Kimin nitqindən? Əli bəyin nitqində Eldar Koroğluya bənzədilir. Məni görər görməz sevindi qəlbi. Dedi ki, atana məndən salam de. Onun köməyindən çox xoşhalam de. Yaxşılıq boynumda qalmayacaqdır. Məni görər görməz sevindi qəlbi. Dedi ki, atana məndən salam de. Onun köməyindən çox xoşhalam de. Yaxşılığı boynumda qalmayacaqdır. Vaqif pərişan bir vəziyyət alır. Yazığı saldılar çölün düzünə, dünya gözlərimdə qarışır yenə. Oğluna, sən insan oğlunun taleyinə bax. Ona göz dağıdır yerdə yaşamaq. Lakin ayrılmayır dünyadan ürək. Ətirlər qoxuyan hər gül, hər çiçək, göylərə baş vuran bu qəlbi dağlar, dağlar döşündəki şır-şır bulaqlar. Hər yaşıl mənzərə, hər sarı sümbül, güllərin başına dolanan bülbül. Bizim bu yerlərin gözəl elatı, çoban tütəyindən axan bayatı. Həyata çağırır hər zaman bizi, yaradır, yaşadır hər nəğməmizi. Oğlum, düşündükcə, duyduqca dərin, qollarda səslənən bu zəncirlərin. Günəşli, gündüzlü bir sabahı var. Ölsün gələcəyə inanmayanlar. Vidadi, yenə inildədi qəlbindəki saz. Gəlin, seyrə çıxaq dağları biraz. Vidadi, Vaqif və Əli bəy çıxırlar. Xuraman gəlir. Xuraman. Gecə fikir, gündüz fikir, nə yurt salır, nə ev tikir. Elə yazır yenə, bir baxmayır mən deyənə. Baisin evi yansın, gözlərində od qalansın. Əvvəl şirin dili vardı, məni öpər oxşayardı. Qurtarıbdır indi o da, diri gözlü düşdüm oda. Nə bir durur, nə dincəlir, nə gözünə yuxu gəlir. Hey düşünür ağır-ağır, üz gözündən bulud yağır. Birdən rəngi dönür qana, kişi olub lap divana. Bilməyirəm nə dərdi var, günüm gecəm keçir ağlar. Deməli, burada biz Xuramanın şikayət etdiyini görürük ki, Vaqif burada el dərdi, millət dərdi çəkir. Xuraman da biraz öz kefindən qaldığından, yəni artıq əvvəlki yaşayış tərzini itirdiyindən danışır. Bildirir ki, əvvəllər çox yaxşı xəssiyyəti var idi, yaxşı sözlər deyərdi, amma buna bais olan evi yansın. Amma indi bütün günü sanki üz gözündən bulud yağır, rəngi qana dönüb. Kişi elə bir divanə olub. Yəni kişi elə bir dəli olub.
Xuramanın şikayətlərini görürük. Biz bayaq gördük ki, şeyx vəzir keçmək istəyir bir növ. Vaqifdən də intiqam almaq istəyir və Vaqifdən intiqam almaq istəyərkən də İbrahim xana çıxış yolu olaraq onu göstərir ki, sən Vaqifin ilham sazını almalısan. Bu ilham sazı da məhz Xuramanı nəzərdən tutur. Deyir, əgər sən Xuramanı onun əlindən alsan, artıq o ilhamını itirəcəkdir və ona məsləhət görür ki, Xuramanı alaraq Vaqifə zərbə vur. Buna görə də qarı içəri daxil olur. Nə şirinsən, nə göyçəksən, dərilməmiş bir çiçəksən. Gözlər qalıb yanağında, sənin bu gül dodağında. Nə şirindir suyun sənin, lap sərvdir boyun sənin. Nə xanlar xörəyisən. Qarı burada bir növ Xuramanın fikirlərinə təsir eləyir. Xuraman, qarı nənə, nə var ki sən belə bir cür dil tökürsən? Qarı, qələm kimi qaşların var, qulac saçların var. Ağzın kiçik bir püstədir, nə buyursan göz üstədir. Xuraman, bu dəlidir, nədir qarı? Qarı, kimin vardır belə yarı? Çənəndəcə xalın da var, xoş yaradı pərverdigar. Od kimidir yanaqların, bal kimidir dodaqların. Nə xanlar xörəyisən. Qarı, bir de, nə var görək, mətləbini danış gödək. Qarı, hər tələsmə körpə quzum, gözəl balam, gözəl qızım. Qurban sana, qarı nənən, xeyir xəbər gətirdim mən. Gözü düşüb xanın sana, mənə bir xalat alsana. Xuraman, nədir xanın sözü? Qarı, bəli, budur sözün düzü. Bir gəlinsən, gözəl göyçək. Geyin xara, geyin ipək. Boynuna tax daşqaşları. Gəl ol xanın gözəl yarı. Qabağında qulluqçular, asta yeri xumar. Gecə xanın gir qoynuna, qollarını sal boynuna. Ürəyin şad, könlün açıq, körpə quzum ağ günə çıx. Deməli, biz burada nəyi müşahidə edirik? Bir növ qarı Xuramanın qanına girir və onun fikrini çaşdırır ki, bəs sən elə bir qızsan ki, elə bir gözəl bir qızsan ki, xanlar xörəyisən, istəsən bu cahcəlal daşqaş içərisində yaşaya bilərsən, qabağında qulluqçular olar. Bu da Xuraman da belə bir həyat arzuladığı üçün görək indi hadisələrin gedişatı hansı formada cərəyan eləyəcək. Xuraman, aman nələr deyir qarı, doğrudurmu bunlar barı? Qarı, xan deyəndə gör nə xandır, bığı burma bir cavandır. Rüstəmi zal bir sərçədir, bu xan deyil, pəhləvandır. Deməli, biz burada nəyi müşahidə elədik? Deməli, qarı İbrahim xanı elə tərifləyir ki, deyir ki, o elə bir xandır ki, xan deyil, bir pəhləvandır. Rüstəm Zal onun yanında bir sərçədir, yəni bir növ litota eləyir. Biz Koroğlunun da Rüstəm Zala bənzədilməsi görmüşdük Düratın itməyi qolunda. Xuraman, yox, bəsdir qarı nənə, bu sözləri demə mənə, of darıxır lap ürəyim. Qarı, heç darıxma gül çiçəyim, biraz tərpən zirək kimi, xan da səni bəsləyəcək, yağ içində böyrək kimi. Qarı görür ki, Xuraman artıq burada bir növ başını itirib, bu səbəbdən də qarı artıq onu yavaş-yavaş daha da xoş sözlərlə xana cəlb edir. Xuraman, yox, xoş getməz bu Allaha, Vaqif məndən, şeyx girir, şeyx. Aha, yox, qorxub eləmə qızım Xuraman, səndən razı qalar Xaliq-i Sübhan. Doğrudur, cavansan, düşünsən biraz, xanın təklifinə zidd getmək olmaz. Onun yaşatdığı Allah yoludur. Bütün bu bəndələr xanın quludur. Yəni şeyx də burada bir növ, yəni şeyxlə
qarı burada bir növ katalizatorluq eləyirlər də Xuramanın əqidəsinə qarşı. Xuraman onsuz da qəfil elə bil ki, bir boşluğa düşüb. Əvvəl əri el ağası olub, daha sonra Vaqif vəzir olub, bu şəkildə yağbal içində yaşayıb və bu həyatını itirəcəyindən qorxur. Yəni burada bir növ onun bir əqidəsiz olduğunu, bir həyatda bir mövqeyinin olmadığını görürük ki, sanki bu Cah-Cəlal daş-qaş üçün yaşayır. Şeyx və qarı da artıq onun bu damarını tutduğuna görə bu şəkildə nitqlərini söyləyirlər ki, sən artıq cavansan. Ümumiyyətlə, yəni Xuraman deyəndə ki, bəs Vaqif mənə inciyəcək. Şeyx bildir ki, sən cavansan, gözəlsən, narahat olma. Bu getdiyimiz yol Allahın yoludur. Bütün bu bəndələr də xanın quludur. Yəni hər kəs xanın quludur. Ona görə bu elədiyimiz günah deyil. Bir növ bu şəkildə onu yola gətirməyə çalışırlar. Gülnar, yəni Vaqifin gəlini, gəlib qapının ağzından qulaq asır. Bir də yadına sal gözəl cənnəti. Bil ki, cəhənnəmin hər əziyyəti. Səndən uzaq olar göyərçin balam. Mələklər, hurilər, pərilər səni alıb qanadına gəzdirər səni. Yoxsa Əzraillər durar gözünə. Zil çıxmaq olarmı xanın sözünə? Razısan, qarı, razısan, şeyx, razısan. Qarı, din, ötsün şirin-şirin tuti dillərin. Şeyx, tez ol bir cavab ver. Xuraman çətinliklə əzabla. Razıyam, ancaq... Şeyx, bilirəm, hə, Vaqif, yaşamayacaq. Xətər gəlməyəcək sənin halına. Onu heç gətirməsən xəyalına. Di salamat qalın. Qarı və şeyx çıxırlar Xuraman. Of, nə iş tuturam. Yatmışammı mən? Gör bir nələr çıxdı mənim dilimdən. İndi nə deyəcək qonum qonşular? Of, yazıq Vaqifin nə günahı var. Deməli, burada şeyx və qarı gedəndən sonra Xuraman bir növ peşmançılıq çəkir ki, bu iş tutduğum iş nədir? Gör mənim dilimdən nələr çıxır? Qonum qonşu nə deyəcək? Demir, mən bir səhvdə eləmişəm. Deyir qonum qonşu nə deyəcək? Yenə başqalarının fikirləşir. Öz fikri səhvdir, düzdür, bunu hələ ki dərk eləmir. Deyir Vaqifin nə günahı var? Gülnar daxil olur, Xuramana baxır, özünü saxlaya bilməyərək. Gülnar, xanım, mübarək. Xuraman, nə var? Gülnar, ailəşər, bu iş yaraşarmı heç nəsimizə? İndi nə deyəcək el oba bizə? Vaqif, Əli bəy və Vidadi daxil olurlar, Gülnara və Xuramana heyrətlə baxırlar. Vaqif, bu nədir? Bunlara nə olmuş görən? Əli bəy, hələ ki anlaya bilməyirəm mən. Gülnar, ata. Vaqif, nə var qızım? Nə oldu sana? Utanma dərdini, at söylə mana. Gülnar ağlayır. Xuraman o bir evə qaçır. Əli bəy, ay qız, de bir danış. Gülnar, nə deyim? Ağlayır. Vaqif, Gülnar, de qızım, de görək qəlbində nə var? Onlar yəni Gülnarın bu keçirdiyi vəziyyəti istəyirlər və soruşur ki, nə olub? Gülnar, utana. İndicə bizdəydi şeyx ilə qarı, mən də qapımızdan pustum onları. Vidadi o bir evə keçir. Vaqif oğluna. Hə, deyəsən iş var. Əli bəy, de danış Gülnar. Gülnar, gördüm Xuramanla danışır onlar. Dedilər ki, səni çox istəyir xan. Çıx ona arvad ol. Vaqif, yaxşı Xuraman. Gülnar, Xuraman dedi ki, Əli bəy, nə dedi? Bildin. Vaqif, gizləmə ağıllı gəlin. Gülnar, dedi ki, razıyam, gedərəm xana. Əli bəy Gülnarı o bir otağa aparır, Vaqif düşüncələr içində. Aha, halal olsun Xuramana. Yenə gözlərimdə hava qaralır. Yenə dağ başını duman qaralır. Elə bil mənliyim çəkilir dara. Qəlbim sığışmayır dar saraylara. Burada gözlərimə min qan görünür. Mənə bu divarlar zindan görünür. Könül viran qalan bir xanimandır. Deyib danışmayır xeyli zamandır. Mənə nə göylərdən bir təsəlli var, nə yerlər ruhumu zövq ilə oxşar. Vaqif artıq yavaş-yavaş burada ruhi sarsıntı keçirir. Öz xanımının ona bir növ xəyanətini görür, eşidir daha doğrusu və əvvəllər bu bəyəndiyi, qaldığı, cənnət adlandırdığı sarayı və
özünü cənnətə adlandığı, ilham saz adlandırdığı Xuramanın bu xəyanəti görəndən sonra deyir ki, artıq mənliyim dara çəkilir. Artıq qəlbim bu saraya sığışmır. Artıq gözlərimə hər cür qan görünür. Xuraman pərişan daxil olur. Vaqif, ey sərvərim, ey tacidarım. Vaqif, itil gözlərimdən bivəfa yarım. Get atıl murdarın qan qucağına, zülm yuvasına, od qucağına. Xuraman başını aşağı salıb çıxır. Biraz sükut. Vaqif. Canan üz döndərdi, dövran bivəfa. Pozuldu gördüyüm hər zövqü səfa. Saraldı ömrümün çiçəkli yazı, qırıldı qəlbimin sədəfli sazı. Yəni artıq burada Xuramanın bir növ xəyanətini görəndən sonra Vaqif məyusluq keçirir, məyus olur. Əli bəy acıqlı halda gəlir. Əli bəy, ata, qoy öldürüm o mürvətsizi. Vaqif, Əli bəy, alçaldar cinayət bizi. Bir bax əllərinə yaraşarmı qan? Oğlum, yaşatmağa yaranmış insan. Əli bəy, bunda qalmamışdır nə namus, nə ar, vəfasız olurmuş ögey analar. Demək, biz burada nəyi müşahidə edirik? Əli bəy də Xuramanın atasına qarşı xəyanətini görəndən sonra istəyir ki, Xuramanı öldürsün. Amma Vaqif deyir ki, insan yaşatmaq üçün yaranıb. Sənin bu əllərinə heç qan yaraşarmı? Əli bəy də təəssüf hissi keçirir ki, sən demə ögey analar elə vəfasız olurmuş. Vaqif yalqız və pərişan. Düşüb düşməyəli bu saraylara, hələ rast gəlmədim vəfalı yara. Çəkin boğazımdan məni min dara. Çobanlar yaylağı yadıma düşdü. O təmiz duyğular, o saf ürəklər, bənövşə qoxulu sərin küləklər. Başına döndüyüm güllər, çiçəklər, tərlanlar oylağı yadıma düşdü. Mən ki çox keçmişəm sonalı göldən, bir ətir çəkmişəm hər təzə güldən. Vaqif, ayrı düşdün obadan ildən, ömrümün novrağı yadıma düşdü. Artıq bu hissədə Vidadinin əvvəldə dediyi kimi Vidadinin mövqeyinə yaxınlaşır Vaqifdə. Əyləşir, qələm kağız götürür, şeir yazmağa başlayır. 3-cü pərdə, 5-ci şəkil. Səhər yenicə açılır ordugah. Uca bir təpə, təpənin başında şah, Qacarın çadırı, onun ətrafında başqa çadırlar görünür, at kişnəmələri, insan səsləri eşidilir. Qacar yuxudadır. Sağ tərəfdəki çadırdan Tamaranın kədərli şərqisi eşidilir. Tamara. Ayrı düşdü tərlan könlüm öz mehriban yuvasından. Göy üzünün durnaları deyim vətən havasından. Bir dustağam qolum bağlı, bir qəribəm sinəm dağlı. Bir xəstəyəm qəm otaqlı, ürəyimin yarasından. Qapıçı. Cana yanğın salır əsrin səsi. Bu ana fəryadı, qadın naləsi. Anasız ağlaşır körpə balalar, bir ad alacaqmış Məhəmməd Qacar. Yoxmuş bu zalımda vicdandan əsər. İranda qalmadı sağlam nəsillər. Dondu cəbhələrdə laxta-laxta qan, bu yenə doymadı içdiyi qandan. Yəni burada müşahidə edilir ki, Ağa Məhəmməd Şah Qacarın zülmündən hər kəs bezib, hər kəs onun zillət görür və bu qapçının dilindən də deyilir ki, Şah Qacar qan içməkdən hələ də doymayıb. Tamara. Külək əsər, gül bükülər, könül yanar, can sökülər. Gecə gündüz yaş tökülər gözlərimin qarasından. Qacar yuxudan oyanaraq çadırın önünə gəlir. Qacar məğrur bir tövr ilə. Yenə gürcü qızı dərdə qərq olmuş. Qapıçı. Şahim, sevinməz ki qəfəsdəki quş. Görünür yazığın qəlbi qırıqdır. Hər sözü bir nalə, bir hayqırıqdır. Qacar, kinayəli. Sənin də çox yanır ona ürəyin. Qapçı, yox şahim, hökmüdür bu da fələyin. Qacar. Tamaranı qucaqlayır və sonra hiddətlə itələyərək. Deyirlər şirindir bu sənin dadı, o da kör bəxtimə qismət olmadı. Qapçıya, haydi get vəziri yanıma çağır. Qapçı gedir, Qacar qızaran üfüqlərə göz gəzdirir. Yenə də göylərdən od alov yağır. Bizə həyat verən günəş də qandır. Dünya qan üstündə bir xanimandır.
Başıma ildırım töksə də fələk, qanlı qılıncımla hökm edəm gərək. Sonsuz dənizlərə, sonsuz çöllərə. Qoy qanla sulansın hər susuz dərə. Qoy qana boyansın güllər, çiçəklər. Yalnız qan qoxsun əsən küləklər. Mənim vicdanım da, qəlbim də qandır. Dünya qan üstündə bir xanimandır. Vəzir gəlir, ehtiramla baş əyir, əli ilə düzləri göstərir yaltaqlanaraq. Vəzir: Şahim, nə gözəldir bu çiçəkli yaz. Qacar: Vəzir, sözlərimə yaxşı qulaq as. Yenə od içində yanır bədənim. Dağlar ağırlıqda dərdim var mənim. Vəzir: Deməli, vəzir yaraşmayır bədminlik sizə. Şeytan mı görünür gözlərinizə? Tutaq ki, məşriqdən məğribə qədər mənə xərac verdi bütün ölkələr. Nə olsun, bədbəxtəm inan. Tutaq ki, İldırım, Teymur, Çingizxan hamısı mənəmmiş. Nə olsun sonu? Duyuram dünyanın boş olduğunu. Qacar vəzirinə deyir ki, məşriqdən məğribə qədər mənim olsa da, mənə xərac versələr də, nə olsun ki, mən onsuz da bədbəxtəm. Nə olsun ki, İldırım, Teymur, Çingizxan, yəni Türk hökmdarlarının adını çəkir ki, hamısı mənəm. Yenə deyir bunun heç bir sonu yoxdur. Yoxdur vəliəhəddim. Bir sonsuzam mən. Nə qədər küskünəm kör taliyimdən. Deməli, Şah Qacarın bu qədər qəddar olmasının səbəbi odur ki, onun vəliəhədi özündən sonra taxtının varisi yoxdur. Vəzir: Şahim, bu düzlərə, çöllərə bir bax. Komadan komaya qanad çalaraq, şərqilər oxuyan xınalı kəklik, sizi qarşılayan güllü çiçəklik. Deyir, xoş buyurmuş böyük hökmdar. Qacar: Vəzir, bu sözlərin nə mənası var? Vəzir: Dedim ki, qəlbiniz yumşalsın biraz. Qacar: Vəzir, gülürsünüz. Qacar: Bizə yaraşmaz qılınc meydanında kəklik ovlamaq. Bir bax, qılıncımda qanlara bir bax. 1000 mələk uçsa da gülümsəyərək, gərək yumşalmasın cəbhədə ürək. Vəzir: Buyruq sizinkidir adil hökmdar. Sizdə fəzilət də, ədalət də var. Necə ki, Xurşbanın Atavan əsərində Fərəc Qalarayısını hər dəqiqə dağda dediyi kimi, burada da vəzir Qacara yaltaqlanmaq üçün hər dəqiqə cavabında buyruq sizinki də adil hökmdar, sizdə fəzilət də, ədalət də var deyir. Qacar: Xeyr, vəzilətdən dəm vurma vəzir. Dayan bir qul kimi əmrə müntəzir. Bil ki, balıq qədər qanım soyuqdur. Yəni, özünü balıqla müqayisə edir. 1000 vəz eləsən də mənası yoxdur. Bir boynu olsaydı bəşəriyyətin, onu bir qılıncla vurardım yəqin. Yəni, burada misraların dərin mənasına fikir verir ki, Qacar o qədər zalim bir zülmkar obrazı ki, deyir ki, əgər bəşəriyyətin bir boynu olsaydı, onu bir qılıncla mən vurardım. Yəni, bildirir ki, bütün insanları öldürmək istəyirəm. Vəzir: Buyruq sizinkidir adil hökmdar, sizdə fəzilət də, ədalət də var. Qacar: Məni uşaq vaxtı axtaladılar, üzüldüm dünyanın hər nemətindən. Qisas almalıyam bu dünyadan mən. Vəzir: Şahim, olmasa da vəliəhdiniz, İran torpağına hakimsiniz siz. Şikayət etməyin taliyinizdən. Oğlunuz, qızınız deyilmi vətən? Vaqif kinayəli: Vətən? Çoxmu sevir məni o vətən? Mənə həcv yazır hər yoldan ötən. Çox da tərifləmə mənə vətəni, bu qılınc olmasa yeyərlər məni. Deməli, burada biz nə görürük? Qacar, vəzir ona deyir ki, özünüzün vəliəhdiniz olmasa vətən sizin oğlunuz, qızınız deyilmi? Qacar da deyir ki, bəyən məni vətən o qədərmi sevir? Hər yoldan ötə mənə həcv yazır, yəni tənqid edir, tənqidi ruhlu şeir yazır. Sən mənə o vətəni tərifləmə, əgər bu qılıncım olmasa məni yeyərlər. Vəzir: İndi nələr keçdi ürəyinizdən? Tiflisi yandırdıq, oda qaladıq. Bütün ellərini soyub taladıq. Yenə də hirsini soymadı mı? Qacar: Dünya tanımamış hələ adımı. Gərək qan altında qalsın bu dağlar.
Bağlansın qapılar, sönsün ocaqlar. Könüllər ayrılsın sirdaşlarından. Çaylar yaradılsın göz yaşlarından. Vəzir Şahim vicdanını sonra ağrıyar. Qacar. Kinayəli vicdan. O nə məndə, nə də səndə var. Gəlib çıxmadı mı bizim elçilər? Deməli, yenə Xurşudbanu Natıvan əsərinə gedək. Xurşudbanu Natıvan əsərində də yadınızdadırsa, Mirzə Ruhullah Natavana deyir ki, Arximedə görə istinadgah nöqtəsi göstərsəydilər, deyərdim ki, o vicdandır. Yəni Mirzə Ruhullah da orada Natavana deyir ki, hər bir şeyin əsas dayaq nöqtəsi, istinadgah nöqtəsi vicdandır. Əgər bir kəsdə ki, vicdan olmazsa, ondan hər şey gözləmək olar. Burada da Qacar bilir ki, sən vicdanın nə olduğunu bilirsənmi? O nə səndə var, nə də məndə var. Yəni buradan başa düşürük ki, vicdanı olmayan kəs hər bir pis əmələ qadirdir. Vəzir. Xeyr, Qarabağdan yoxdur bir xəbər. Deyirlər Arifdir, o İbrahim xan. Deyirlər dərs alır Molla Pənahdan. Qacar, o kimdir? Vəzir. Şairdir ləqəbi Vaqif. Yaranmış deyirlər hər ilmə Vaqif. Deməli, yoldaşlar, Səmədovun Vaqif əsəri iri həcmli bir əsər olduğuna görə bilirəm ki, oxuyanda, dinləyəndə yorulursunuz. Bu səbəbdən də bu əsərin ardını ikinci bir video kimi çəkəcəm. Zəhmət olmasın.